Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qida təhlükəsizliyi məlumat mütəxəssisləri xəbərdarlıq ediblər ki, toyuğu bişirməzdən əvvəl yumaq sağlamlıq üçün təhlükəlidir. Günün xəbərləri xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, xam toyuğu yumaq qida zəhərlənməsi riskini kəskin artırır. Çünki onun səthində salmonella və ya E. coli bağırsaq çöpləri kimi bakteriyalar ola bilər. Su ilə yuyarkən bu mikroblar mətbəxin divarlarına, masalara və digər məhsullara sıçrayaraq bütün səthi çirkləndirə bilər. Fısız sədri Julian Cox qeyd edib ki, toyuq artıq istehsal müəssisəsində ilkin emaldan keçir, buna görə də onu mətbəxdə əlavə yumağa ehtiyac yoxdur. Mütəxəssis həmçinin qida zəhərlənməsinin qarşısını almaq üçün bir neçə vacib qayda tövsiyə edib. Toyuğu yalnız soyuducuda və ya mikrodalğalı sobada, xüsusi konteynerdə əridin. Bu, toyuqdan axan mayenin digər məhsullara və səthlərə düşməsinin qarşısını alır. Xam toyuqdan axan şirələrin digər məhsullarla, xüsusilə salat və desertlərlə təmasda olmamasına diqqət edin.